Yaxşıdır, aralarım. Bir də görürsünüz ki, mənim heç xəbərim yoxdur, ayağını yığır. Mən universitetdən çıxıram, gedirəm Səbinə xala ilə məsəl. Bəli. Mən aparım. Dün seçdin. Buradan Səbinə xalını salamlayıram. Bizi Uzun müddətdir biz bir-birimizi tanıyırıq. 2 ildir danışırdıq, onu çox istəyirəm. Məndən əlavə qızlarım onu çox istəyir. Hətta məndən çox istəyirlər onu. Heç mən bilmədən gedirlər, gəzirlər. Bu sözləri bir neçə gün əvvəl 3-cü dəfə ailə quran müğənni Rəvan Qarayev qonaqcanlıq proqramında deyib. Səbinə adlı həkimlə ailə quran Rəvan qızlarının xanımı ilə münasibətindən danışıb. O bildirib ki, evlatları xanımı ilə gözəl münasibət qurublar. Onun bir qız evladı var, onu öz evlatlarımdan ayırmıram. Qızı hazırda Fransadadır, Praqada təhsil alır. Ürəyim çox da sınmayıb, böyük problem yaşamamışam. Nə bir, nə ikinci evliyimdə böyük problem yaşamışam, hər şey əladır. 3-cü evliyimi etdim, əminəm ki, bu son olacaq. Qeyd edək ki, bu Rəvan Qarayevin 3-cü, Səbinə xanımın isə 2-ci evliliyidir. Rəvanın əvvəlki nikahlardan 2, Səbinənin isə bir qız evladı var.